Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühəndisliğinə qarşı Türkçə əsli kitablar proqramının 417-ci bölümün Allahın lütf və kərəmi ilə başlayırıq. Xeyirli olsun inşallah. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, ondan tanış olaq. Atalarımız, babalarımız onları 1000 il təcrübə, 1000 il düşüncəni sonunda bizə qoyublar qalıbdır və biz onlarla tanış olmağa çalışırıq indi. Görək bu kitablardan hansılar var? Bu günləri keçən gün, əgər səhv eləmirsəm, Tarixi Ali Osman adında bir kitabı açdıq və ondan oxuduq. Kitab Süleyman-ı Qanuni Həzrətlərinin zamanında, Allah Teala rəhmət eləsin, ruhu şad olsun, onun zamanında kitab qələmə alınmışdı və yazılmışdı. Bu günləri iki kitab açaq, görək ki, bunların hangisini oxuya biləcəyik. Bu günləri birinci, bunları bağlayaq, əvvəl burada çoxlu səhifələr var. Həmidiyyə adında bir kitabdır. Əvvəl bunu açaq və kağızına baxaq şöyle kitabxanada nə vəziyyətdə saxlanır. Biraz da yekəldək ki, səhifəyə yerləşsin. Zahirən bu kitab Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanır. Kitabın cildin görsətmir, için açıbdır, yəni birinci səhifəni açıbdır və biz səhifəni görürük. Biraz su gəlib bəllidir kitabın içinə və qırışlayıbdır kitab. Eyni halda ağız tərəfi, kitabın üst tərəfi və ağız tərəfi çürümüş kimi görsənir. Çox işlənib və səhifələrin ağzı bükülübdür. Aşağıda bir yaz yazıb, cild be xətt yazılıbdır. Oranı siliblər. Yəni kitabı adı və sonra orada hər nəymiş, o adam cild be xətti bunu siliblər. Aşağıda bir ayrı kağızla, bu kağız üstündə bir şumarə yazıblar, yapışdırıblar. İki dana da Süleymaniyyənin möhrünü burada görürük. Keçirik, o birisi səhifədə bir şey yoxdur və sonuncu səhifədə vərəqləri yazıblar. 271 vərəqdir, 117 sətirdən ibarətdir. Bu səhifənin arxası, yəni vərəqin arxası boşdur və bu birisi səhifədə qiyamətdir. Yəni, su gəlib kitaba, kitab çiftlənibdir. Onun üçün də yazılar da olmuş olsa çox görsənmir. Qıraqda biraz orada burada bir salim qalan yazılar vardı. Bunu yazdım, qalə bəndən yadigar, qılmayım bən qalə nəzərim ruzgar. Belə bir şey, qalmayım bən qalə xəttüm ruzgar. Ehtimalən belə bir şey yazılıb burada. Qalanı da orada var imiş, orada bir şey var imiş, o da gedib aradan. Yəhya-i İskəndər-i Nəməni Salihi oxunmur kamil. Kitabın bu yüzünə keçəndə bir qiyamətlə, yəni Qur'an kimi bir yazı ilə tanış oluruq. Qur'anı məmulən qədim bəzi o çox şeyli Qur'anları səhifələrin əvvəlində bir təzhib çəkərdilər. O təzhibi biz görərdik, çox da cəlib idi. İndi bu iki səhifədə onu görürük. Amma heyif olsun, su gəlibdir və bu kitabı yarıdan da çox, yəni qıraqlardan su gəlib ortaya tərəf, əlbəttə ortaya da su gəlibdir, yəni o Şirazi dediyimiz yerə də su gəlibdir. Amma qıraqlardan yarıdan da çox gəlibdir və bu kitabın o əsalət və gözəlliyi çox %60-70 xəsarət görübdür bu iki. Amma nəzərə gəlir ki, qızılla və mavi rənginlə, yəni abi rənginlə bunu şey eləmişlər. Burada bir Divan-ı Əhmədi deyə də bir altında soralar önüzə yazılıbdır. Vəqfinaməni görürük, vəqfinamənin üstündə möhrü görürük, Osmanlı dövründəki möhrü görürük və Divan-ı Əhmədi xətti nəsx sətri 19. Belə bir şey də burada yazıblar, onu gördük. Yəni, hər sətri 10-dur və xətti nəsxi ilə yazılıbdır. Əcəba bu kitabın adıdır, yoxsa bir ayrı kitabın adıdır.
onu bilmirik. Amma vəqfi burada qeydib sonra oxuyarıq. Bu birisi səhifəyə getiririk, yəni 4-cü və 5-ci səhifəyə getiririk. 4-cü, 3-cü və 4-cü səhifəyə getiririk. Ya o Tazaşdan bir ayrı incə sənət, hünər, təzhib aləminə getiririk ki, həm başda yazıları vardı hər iki səfənin təzhibin içində kufi xəttinə, həm aşağıda vardı və mən təəssüflə kufi xəttin oxuya bilmədiyim üçün bilməyəcəm ki, bu nədir. Amma gözəllik yenə dedim, heyf olubdur, heyf olub. Bunun 90% buna xəsarət dəyib əslində bu kitaba. Ondan sonra getiririk bu birisi kitaba, yəni bu birisi səhifəyə. PDF-də 6-cı PDF-in səhifəsinə getiririk. Kitab neçə səhifədir? Kitab 277 səhifədir. Bunu gərək 2-yə çarpaq, çünki hər PDF-in səhifəsində biz 2 səhifəni görürük. Onun üçün bu 554 səhifəlik olacaqdır. 554 səhifəlik bir kəlamla qarşı-qarşıya. İndi keçdik şeirlər başlanan yerə. Birinci səhifəsi şeirin, oradan biz indi ayələrdən zaten bir şeylər yazmışlar, təzhib idi. Bu kitabın əzəmətini göstərir. Bu kitabın dərbarda çox önəmli olduğunu göstərir. Bu kitabın qızılla o təzhiblər %100 qızıllandır. Burada da yenə biz qızılla görürük ki, birinci şeiri başı təzhibdir, içində kufi xətt ilə ehtimalən kitabın adı yazılıbdır. Şayət Kirmani belə bir şey oxunu, amma kufidir, oxuya bilmirəm. Sonra altında bir yazı yazılıbdır, tablo deyirlər buna. Ehtimalən bunun da su gəlibdir, bəlli olmur çoxu nədir, amma axirində Mevlana Əhmədi Təbəəllah sərahını görə bilirəm. Yəni qalanları oxunmasa da bura oxunur. Buradan da aşağı şeirlər başlayır və şeirin hər bir misrəsi, yəni bir parça və bir parça olur bir beyt, özünə ayrı qabı var. Hər birisinin özünə və bu beyt ilə beytin arasında ya misrə ilə misrəyin arasında olan aranı cədvəlləyiblər və içində də qızılla rəhləyiblər. Birinci səhifə belədir, ikinci səhifədən fəqət dövrəsindəki çərçivə qalır və şeirlər deyişəndə şeirlərin başlığın qızıl çərçivənin içinə qoyur. Xətt çox əla bir xətti var, qalan yerlərdə görünür. Təəssüflə buna su gəlmək çox irad veribdir. Oxuna bilir, yəni bu yazılar bu səhifədə oxuna bilir. Yəni buradan da oxunmasaydı, indi buradan kamil halətdə oxunur və çərçivələr aynıdır, yazı türkcədir. Hər hərfin, hər kəlmədəki hərfin səsin üstünə qoyublar və biz bu bizə böyük bir xidmətdir. Buna görə ki, biz dilimizi unutmuşuq, əqlimizi unutmuşuq, işğala məruz qalaraq. Bu kitab onların hamısını bizə saxlayıbdır. Yəni səslərə ən azından qeydəndə səsləri o zamanın səsi kimi çıxada biləcəyik. Kitab dedik ki 544 səhifə olacaqdır ya 544, bəli. Ehtimalən 544 səhifəlik bir kitabla qarşıyıq ki, cild ilə bərabərdir. Yəni bunu da nəzərdə alaq. Şeiri oxuyarıq, görürük ki, bəzi şeirin başında o çərçivədən əlavə, başlıqdan əlavə Tazaşdan bir təzhib düzəldiblər, tablo düzəldiblər və onun içində də kufi xəttinə yazılar var. Bəzisində yoxdur, bəzisində bu vardır, bir çoxunda yoxdur. Yəni belə ki görünür, bir çoxunda yoxdur və çoxu da qəzəldir. Xətt çox gözəldir, mən bunu oxuya bilirəm. Yenə məsələn burada yetişdik bir yerə ki, şeiridir yenə. Bu və Həmidiyyə nə deməkdir bunun başına yazıblar? Ehtimal verirəm ki, yanlış yazılıbdır. Çox gözəl şeyləri var. Fərqli təzhibləri var bəzi şeirlərin başında. Yəni nə qədər zehnilər, yaradıcı bir zehnilər varmış və biz onlardan indi bəlkə
məhrumuq, indi getmişik agəhlərin üstünə nə cür bir şeyi sata bilərik insanlara. O satış şeyində yox, yəni düşüncəsində yox. O zamanlar insanları dərindən təsir qoyub onların düşüncələrinə yön vermək istərmişlər. Əlbəttə, indi də elə satışda onu edir də. Burada nəzərimə gəlir ki, gen elə o şeydir, yəni Kufi xətti ilə yazılıbdır və mən də onu oxuya bilmirəm. Çox əla təzhibləri var bəzi şeirin əsla yoxdur. Yəni bəzən görürsünüz 10-15 dənə şeirin təzhibi yoxdur və birdən görürsünüz ki, 2 şeir, 3 şeirin dalbadal təzhibi var. Kitab PDF-də 152-ci səhifə, yəni 304-cü səhifədə birinci bölüm elə bir qurtarır. Çünki burada Osmanlı dövründə raic olan imzalardan birini görürük. Amma davam edir, yəni qalmır. O bir səhifədə imza vurubdur. Amma yəni əslən zahirən də elə bunun üçün tərrah olub. Çünki səfənin ortada o şeyləri, nədir, misrələrin sonundakı çərçivələri çəkmir. Misrələri bir-birindən ayrı etmir. Elə bir dənə səhifə bu imza, 3 dənə imza üçün qoyubdur. Buradan bu üzə buracan hələ fiilən şey görməmişəm. Şeirlərin indi burada biraz fərq elədi. Baş yazısı buracan çoxlu qızılı ilə olurdu, ya sarı ilə olurdu. İndi abı rəhdə ortaya girdi və onlara qatışdı. Burada da əlbəttə yetişdik bir yerə ki, orada yenə bir təzhib çəkiblər şeirin başlığına və içində də Kufi xətti ilə yazı yazıblar. Çox əla bir kitab, xətt əla. Niyə əla, niyə gözəl? Çünki bunu oxumaq olur da. Yəni mən bunu məsələn o Kufi mümkün gözəl olur, amma vaqiəti desəm mənə əsla gözəl deyil. Yəni o xətti yazıblar. Məsələn bu nə anlama gəlir? Mənə o bir anlamsız bir cizgidir. Çünki oxuya bilmirəm. Onun gözəlliyi də olsa mənə gözəl deyil. Çünki rabitə bağlamıram. Onunla ilgiyə girəmirəm. Onunla alver eləyə bilmirəm. Onu düşünəmirəm. Onun nəqd eləyə bilmirəm. Yəni nəqd də çox önəmlidir. Biz bəzi şeyləri görürük, heç olmasa ona görə bir nəzər veririk. Deyirik ki, gözəldir, çirkindir. Ən azından biz bunu bilirik. Yəni yap belə aşağı səviyyədə incəsənətdən, hünərdən anlayışımız olmasa belə deyirik ki, gözəldir, çirkindir. Bu bir nəqdidir, bizim bir alver düşüncəsidir o gördüyümüz şeylə. Amma əgər bu mərhələyə yetişmiriksə, yəni ki, kitabın indi sonunda cildinin əksini qoydu. Cild 3 sürəkdən, 4 rəngdən ibarət göndən, ehtimalən 2 cür göndən ibarətdir və hək olmuş, dünən türkcəsini oxuduq, gördük ki, hək yazıblar. Bundan bu hək sözün işlədə bilərik əlbəttə ki, qazıblar, yəni qazma ya basma. Dövrədə bir neçə çərçivə var, kitabın üstündə 1, 2, 3, 4, bəlkə də çox, çünki arada da çıqqılı çərçivələr var. Bu çərçivə qızıldan və basma və çox zərifkarlıqlar var, amma zaman içində aradan gedib. Ortada da bir ayrı bir hünər asarı var, yəni burada çox bir ciddi bir rəh var. Bu da qızıldan olacaq ehtimalən, ona da eybirat gəlibdir. Kitabın qapağı var, çanta kimi, kif kimi, orada da aynı nəxşələr gedir, amma fərqli işlənir orada təbiətən. Bu kitabın ehtimalən 3-cü tərəfi, yəni başlanğıc tərəfi də aynı belə olacaq. Bu 2 dənə onu göstərir. Bəlkə də hətta buradan gözəl olacaq, amma oradan əks qoymayıb. Fəqət elə son cildindən və cildin bağlanan qapısından qoyubdur. 2 rəngdədir kitabın cildi. Biri sürməyidir. Külli kitabın əslində orasıdır. Sonra bir də ortada o əsli nəxşə dediyimiz, mətn dediyimiz ilm əhsalanlar bunu mətn deyərlər. Ora qırmızıdır və bunların hər ikisi göndür. Nəzərimə gəlir ki, o qızıl olan yerlər, çərçivələr bərcəstədir, farsça deyirlər. Yəni
həkkaşlıq olubdur, ucadır, basma, o birisi tərəflər basmadır, gediblər aşağıya, bu biraz üstdə durur. Yəni vaqəən elə birinci bir dana taxtı ilə bir şey yolublar, ya indi deyək ki, daşdan yonublar, ya hər nədən yonmadır. Yonma daha yaxşıdır. Mənə gəlir ki, yonma daha gözəl sözdür. Kitab çox əla bir kitab oldu. Bu kitabın qeydirik əvvəlinə görək ki, burada nə görürük? Yəni də əvvəldə qeydirik. Burada bu iki səhifədə ki, əvvəl təzhib ilə də olubdur və təəssüflə bu təzhiblərin içində, dairələrin içində 1, 2, o neçə dənə saya bilməyəcəm. Dairənin bəlkə 10 dana dairə bir-birinin içində, vəhrəsinin də içində bir rəng, bir nəqqaşi, bir şey keçir. Ən sonunda yetişir bir yerə ki, onun mərkəzində ayna kimi bir ayna dairə görürük və onun içində yazı görürük. Bu yazını oxumağa çalışacağım. Bundan belə ki, bu Xəzane-i Sultan-ül Əzəm və Xaqan-ül ehtimalən müəzzəm, bunu əlbəttə kitab əldə olsa oxumaq olar, amma mən indi bunu aşağı yuxarı kompüterin səhifəsini apara bilmirəm. Özümü biraz aparım aşağıya, bəlkə eləyə biləm bunu. Biraz görəm. Malikir Riqab ehtimalən Əl-Ərəbiyyə vəl-Əcəm görürəm, amma o birdən ayrısı var idi, onu oxuya bilmədim. Məsələn, Əl-Basitil Əmri, hər halda Başiril Ədli oxunmadı, yəni oxuya bilmədim. Burada da onun davamıdır. Əl-Sultan ibn Sultan Murad ehtimalən, yəni onlar çoxunu oxuya bilmirəm. Amma burada Murad ibn Məhəmməd xan ehtimalən cüər edilən sərə. Ehtimalən Sultan Murad ibn Məhəmməd xan dövründəki şey olubdur, onda yazıbdır. Amma üstə vəqfinamə soralar yazılıb. Yəni su kitaba keçəndən sonra kitab vəqf olubdur. Əvvəldə vəqf olmayıb, vəqfidən öncə olmayıb. Bir də burada elə bir birinci səhifədə səhifə cırılıbdır, belə nəzərə gəlir. Burada bir buna səhifə yapışdırıblar üstünə. Belə nəzərə gəlir, çünki burada bir kəsik kimi gəlir görünür nəzərə, amma bəlkə də deyil. Amma mənə belə gəlir ki, bəli, kağızın burası kəsilibdir, yapışdırıblar. Ya da kəsilməsə də üstünə yapışdırıblar ki, bu çürüməsin dahi izafə. Burada vəqfinaməni görürük. Vəqf eləyən kimdir? Vəqfül ədəlis salatini və ərvail mulukil xəvaqin əs-Sultan ibn Sultan əs-Sultan Əbdülhəmid xan ibn Sultan Əhməd xan. Yenə də bu su gəlib bunlara da oxunmur əlbəttə. Dediyim kimi bu sonra gəlibdir. Yəni bu bölüm, amma bəlkə də elə burada o zaman su gəlibdir, şey olubdur. Yəni Sultan Əhməd xanı aşağıda da gördük. Burada Sultan Murad xan Murad ibn, ehtimalən Murad ibn Məhəmməd xanı görəcəyəm burada. Yəni o təzhibin ortasında belə bir şey görürəm. Amma indi Məhəmməd xan, Sultan Məhəmməd xan, hər halda bu Sultan Əhməd xan adında bir insan bunu vəqf eləyibdir. Daha çox oxuya bilmirəm. Gedək o birisi səhifəyə. Görək ki, kitabın burada da yenə dedik ki, bir ayrı təzhib ilə 4 dənə ayrı təzhib ilə qarşılaşırıq. 2 dənə, üzr istəyirəm, 2 dənə ayrı təzhib ilə qarşılaşırıq. Çox əla. Bunun da üst tərəfində və aşağı tərəfində küfi xətti ilə bir şeylər yazılıbdır ki, təəssüflə mən küfi xəttin əsla oxuya bilmirəm. Bundan belə ki, çox da eyb-irad görübdür. Kitabın gəlirik özünə yetişirik. Yenə bunun başında, yəni şeir bölümünə yetişirik. Başında təzhibi görürük. Təzhibin də içində bir küfi xətti yazılıbdır. Sonra bunun altında, yəni küfi xəttin altında biraz qalin xəttinə bir şey yazılıb, amma oxunmur. Divan oxunur. Əl-Füsəhai Mevlana Əhmədi deyə belə bir şey görürəm. Orada əlbəttə bu kitab əldə olsa, bəlkə bu açımızı, baxış açımızı kitaba dəyişdirsək, işığın
düşməsin deyə iştirak, bəlkə o sətir oxunar. Onun altında da şeir başlayır. Ağaz eləmənə beləsi bir şeylə başlayır. Bəxşəndə və bəxşayişgər deyə şeirin ikinci bölümüdür. Burada bu da qızılla yazılıbdır. Bu beyt Allahın adı olsa ehtimalən o da qızılla yazılıb. Buradan Divan-ı Mevlana Əhmədi deyə bildik. Ad yazsaq bura yazarıq adı Divan-ı Mevlana Əhmədi. Belə hərf ilə yazaq, qalsın görək nə olur. Birinci səfəni oxuya bilirik ya yox. Bu şeiri biraz çox su çəkibdir. Diya durur. ehtimalən əvvəlində bir şey yox olubdur. Diya durur dilü can la ilahe illallah. Diya elə. Diya durur dilü can la ilahe illallah. Tuludur iki cihan. Toludur iki cihan la ilahe illallah. Eşit ki eder zerre zerre her mevcud. Eşit ki eder zerre zerre her mevcud. Biriyle gökte ayan la ilahe illallah. Qolx içində, qolx nə deməkdir? Qolx içindəki səm edər bəsər dəğ nur. Bu nə deməkdir? Səm qulaqdır, bəsər də gözdür, amma bu dəğ nə deməkdir? O türkçədən ona əlavə olacaqdır. Qulaq olacaq ehtimalən. Qulaq içindəki səm edər. Qulaq içindəki səm edər. O bəsərdəğ nur. Bəsərdəğ nur. Ğ ehtimalən bəsərdəğ yerinə işlənəcəkdir. Bəsərdəğ nur. Dəxi təmərdəği qan la ilahe illallah. Təmərdəği. Yenə o ğ burada işlənibdir. Təmərdə. Dəxi kimi. Dəği yazıb orada. Təmərdəği. Yəni damardakı qan. Burada ğ o ç yerinə işlənir. Bəsərdəki nur, dəxi, təmərdəği qan. Bu dəxini buna görə ki, təkrar olmasına ehtimalən verirəm ki, ğ o cürsə işlədibdir. Ya da bu türkçədə bir şeydir. Bir izafə olan bir şeydir. Təmərdəği qan la ilahe illallah. Bəqai cinsi cəmad oldu. Burada bir kəlmə var, oxunmur. Nəməniyə dəxi həyat hər həyəvan la ilahe illallah. Bu yerdə vəhşün önü oldur, oldu havada quşun. Bu yerdə vuhuşun önü oldur, oldu havada quşun. Necə ki edər təyran la ilahe illallah. Olar sərir qələm ba yazıdə necə kim olar. Olar sərir qələm yazıdə necə kim olar. Ox atsə sovt kəman la ilahe illallah. Eşit ki susenlə lalə, susenlə lalə, laləyə dəkin əydür, digər əydür deməkdir. Eşit ki susenlə laləyə dəkin əydər, nəradə varsə zəban, la ilahe illallah. Bəharıda vərəq gül yazıldır nətəkim, xəzanda bərc rəzan, la ilahe illallah. Havai ateş suzan tulu durur nətəkim, tolu dolu. Havai ateş suzan tolu durur nətəkim, məzac ab rəvan, la ilahe illallah. Dəya durur, üstə də dəyanı işlətmişdir, deyə, yəni deyir halındadır. Dəya durur, yəni demək halındadır, indi danışır.
Dəya durur eşidib anlar için əbri bəhar. Dəya durur eşidib anlar isen əbri bəhar. Ne ta ki bad xəzan la ilahe illallah. Burada şeir kitabı beləsi la ilahe illallahla başladı. Əlbəttə davamı var bu şeirin. Uzun bir davamı vardı. Bunun son 5 beyt, 4 beytini oxuyaq. Görək ki, şair öz adını burada deyir ya yox. Şəhadətün cenani ilə rast et ki oldu. Şəhadətün cenani ilə rast et ki oldu. Kilid bab cenan la ilahe illallah. Zinandır əlbəttə. Kilid bab cinan la ilahe illallah. Dilində əbləh ləvran zikr. Əbləh nə deməkdir? Əbləh. Dilində əbləh rəvan zikrini haqqın ki oldu. Eylə olacaq. Ehtimalən bu nöqtə bir dana düşübdür. 2 dana olacaqdır. Dilində eylə rəvan zikrini haqqın ki oldu. Dəqiqən o eylə olacaqdır. Səfay ruhu rəvan la ilahe illallah. Eşitdi Əhmədinin ruhu quds təhlilin. Təhlil nə deməkdir? Bu təhlil 2 gözlü h ilə yazılır. La ilahe illallah'a təhlil deyirlər mən bildiyim, amma bunu dəqiq bilmək üçün, öz zənnimizdən keçmək üçün bu kitaba da bir şey yazaq ki bilsin. Bugün bir başqa əl yazma Türkçe ve 4 əvvəl səhifəsi çox nəfis təzhiblənmiş bir kitabla tanış oluruq ki 500 neçə səhifəsi vardı? 574 ki 574 səhifəsi var və var. Təəssüflə ən başdakı 4 səhifədəki təzhiblər su və nəmdən dolayı çox ağır xəsarət görmüşlər. Əlbəttə ki kitabın tüm səhifələrinin 40%-na yaxını xəsarət görmüş. Belə görünür ki, kitabı dedik ki, ehtimalə hansı Sultan Əhməd idi da, əgər səhv eləməsəm. Qeysaq arxaya. Sultan Murad ibn Məhəmməd xan. Belə görünür ki, əgər doğru oxuya bilsəm
Bu kitabı Sultan Murad İbni Mehmed Han çağında yazmışlar. Bu mesele kitabın ikinci tezhibinde yazılıp ama su ona xəsarət verdiğinden dolayı oxunmur. Belə görünür ki, bu kitab Mevlana Əhmədi Divanı Mevlana Əhmədi olmalıdır. Bu ad birinci şiirin başında yazılmış ama su onu təxrib etmiş. Burada bir şeyden ötürü gəldik. Burası onu soracaq. O nə idi? Gedək ora. Divan Əhmədini burada da yazıda görmüşdük, amma adın kamil görmədik. Yəni bu o bir məsələdir. Burada bir şey oxuduq. Dedik ki, dilində eylə rəvan zikrini haqqın ki oldu, səfai ruh rəvan la ilahə illallah, eşitdi Əhmədinin ruhi qudsuz təhlilin. Təhlil sözü nə deməkdir? Birinci şiirin son iki beytində şairin adı Əhmədi olaraq ya geçibdir. Burada bir kələmə işlədibdir. Təhlil. Onun anlamı nedir? Tamam, buradan bizi kitabı da tanıttırdıq. Bu sorular bizim dərdimizə dəyər. Sayın Əli bəy, salamlar. Bu nəfis və dəyərli əlyazma ilə tanışlığınız həqiqətən bunun bir iş görək. Bu kitabı elə bu işi görürük. Bu 3 səfərdən əhs salıq verək. Bu görsün. Yəni bu da saxlasın hafizəsində. Əlbəttə, hətmən bu kitabdan hafizəsində əhs olacaq. Amma biz də başardığımız qədər biraz da yekəldik bunu. Bu şeydə bir yoldaşlıq eləyək də, yəni. Tamam. Bu birinci səhifə, ikinci səhifəyə geçək. Bu da ikinci səhifə, üçüncü səhifəni də əksini verəcəyəm. Ki bu o kitabın kamil bir bunun inci sənəti ilə də tanış olsun. Gedirəm bu kitabı
edit eləyəm və də upload eləyəm, bundan tanış olsun. Üç dənə əksi edit eləyəcəyik. Verəcəyik bu AI-ya ki, bizə bunun haqqında da biraz çox məlumat versin. Bu kitab biz indi hər halda bir nüsxə əlimizdədir ki, bu nüsxə ilə tanış deyilik. Yəni amma ola bilər kitabxanalarda bu kitabdan bir neçə nüsxə olsun və çox məlumat olsun bu yazarın haqqında, şairin haqqında. Tamam. İndi aynı işi burada görəcəyik və bu əkslərin üçünü də verəcəyik. Cəmnaya ki, Cəmnay bunları bizə bu səhifələri analiz eder misin lütfen? Tamam, bununla məşğul olsun biz. Gedək şeirimizdən. Son dedik 2 sətr qalırdı. Onları oxumağa çalışaq. Eşitdi Əhmədinin ruhu qudüs təhlilin. Təhlil la ilahə illallah olacaqdı. Onu yazdı, amma biz onu oxumadıq. Qeydək oradan o təhlil sözünü görək. Təhlilin anlamı. Lüğəvi anlamı demək la ilahə illallah cümləsini dilə gətirmək, yəni Allahdan başqa heç bir ilah yoxdur deyərək təvhidi elan etməkdir. Tamam, bunu biz oxumuşduq, bu qədər zehnimdə var idi. Eşitdi Əhmədinin ruhu qudus təhlilin dedi ki, dedi sehri bəyan, dedi sehri bəyan la ilahə illallah. Qodum fələklərin üstünə rütbəti ilə qədəm. Qodum, mən qoydum. Qoydum fələklərin üstünə rütbəti ilə qədəm. Diyali dəsti fişan la ilahə illallah. Diyali dəsti fişan, yəni deyə oynurdum. Dəst fişan əllərin rəqs eləməkdir. Rəqs eləməğa salamün aleyküm, aleyküm salam. Deyirlər, dəst fişan deyib burada. İndi buradan sonra kitabın bir ayrı şeirinə geçir və ləhu eyzən taballah sərahu fi ət-təvhid olacaq ehtimalən. Kəlmə oxunmur, işıq düşdüyü qətlən qızıldır. Çünki bu qızıl olmasa o ehtimalən flash də vurublar ya da bir yer demişlər ki, işıq yanırmış. O qızılın üstündən, kitabın üstündən dürbünə və gözə işıq qayıdıbdır. Həmd sənə yaraşur ey yaraşur. Həmd sənə yaraşur ey padişahı bizəval. Ki qədimi ləm yəzəlsin və kərimi la yəzal. İzzətün fikrində qalmış əqli qunçə bini təng. İzzətün fikrində qalmış əqli qunçə bini təng. Dar qunçəni görən, bir qunçəni xiyabanda görürük, evin qabağında görürük. Məsələn, bizim evin qabağında bir çoxlu indi gül açıbdır. Deyir ki, o qunçəni görən əqil ki, dar bir əqildir, sənin izzətinin fikrində qalmış, belə bir batlağa məsələn. Qudrətin vəsfində olmuş ruhi lalə bin lal. Lalənin də ruhu lal olubdur. Ehtimalən peyki lal olacaqdır. Bu nöqtələr az qoyulubdur. Yəni deyək ki, bu kitabın səsinin yanında yerlə gök toludur səndən vəli bi ittisal. Qamı aləmdən bəri sənsən vəliyi bi infisal. Adəmin nəqşin
yazdun bi devatu bi قلم İlelün alelün vəsfin düzdün bi ədatu bi misal. Çox uzun bir şeirlə qarşı yox. Şimdi bu şeirin yəni uzun dediyim doğrudan uzundur. Yəni burada alan 4 beyt burada var. Fikirlərim ki, hər səfərdə də 17 yazmışdı. Əgər düz görsək 2 4 6 8 o qatışdırdım. 2 4 6 8 10 12 bu necəyəcən 12 oldu. 14 16 18 19 beyt var. 19 o da 4 23 və 2 4 6 8 9 32 dana beytidən ibarət bir şeirdir. Bunun son 2 beytinə bir baxaq görək ya da 3 beytinə baxaq görək ki, nə deyir? Nə sənə taətdən ümmi və nə mənə ümmi olacaq ehtimal. Ühübbi də ola bilər. Ümmi var nə üsyandan ziyan. Nə sənə taətdən burada bir şey vardı. O ümmi olmayacaqdı. Burada bir tane de B var altında. Əsəbbi. Əsəbbi. Belə bir şey. Nə sana taətdən əsəbbi var, nə üsyandan ziyan. Gərgəmu əhli hidayət ola, yaxud cümlə zal. Zəfimi görüb bana, sən mərhəmət eyd ey rəhim. Kim əzabunə edaməz sənin səncü ahən ehtimal. Bənlicün bəndəndən azad eygil, eylə gəl sən bin kim. Bu təəlluq pərdəsi yolumda olmuşdur vəbal. Belə bir şeyin adın yazmadı çünkü Allah ilahe illallahdır. Mən yoxam, Allahdan sonra heç kəs yoxdur, heç bir şey yoxdur. Onu deməyə çalışır. Üçüncü şeirə keçirik. Ki, yenə də çox uzun şeir deyil əlbəttə, amma olsun nisar-ı sidq ilə bu can Mühəmmədə. Dövlətli candır, ol ki, olə qurban Mühəmmədə. Bir zərrəsinə dəyməz ayağı qubarının verilsə cümleyi mülki Süleyman Məhəmmədə. Hüsnü bəharının eşidali təravətin müştaq oldu bağ Gülüstan Məhəmmədə. Yanaq nuru səçinin sayəsin görüb. Yanaq nuru ehtimalən yanaq bu qismətə deyirlər. Ola bilər ki, bir də yanıq, yanan anlamına gəlsin. O şey ki, yanmaq halındadır. Yanaq nuru sübhünü səçinin sayəsin görüb heyran zar durgül. Heyran zar durgül reyhan Məhəmmədə. Adəm suyu ilə topraq idi kim nübüvvəti. Həzrət Adəm suyu ilə topraq idi kim nübüvvəti. Ruzi etmişdi xaliq insan Məhəmmədə. Yəqub eşq odündə necə olduysa Yusufə daxi artıq oldu Yusufi Kənan Məhəmmədə. Artıq da çox elə bu oxuduğum kimi Ərtuq əlbəttə. Ərtuq yazılıbdır. Çox gözəl. Artıq bizdə elə onu işlədirik. Qıldı İmam İsi Məryəmi Muhammədi. Qıldı İmam İsi Məryəmi Muhammədi. Oldu məzid Musa Umran Muhammədə. Haqdan bəyan rəhmət nur şifa durur. Daxi huda və zikr bu Qur'an Məhəmmədə. Dedi sirac şahid həm rəhmət و rəhim. Dedi sirac şahid həm rəhmət و rəhim. Daxi bəşir adil rəhman Məhəmmədə. Qurbətlə eylə ərdi
o ədna məqaminə. Qurbətlə eylə ərdi o ədna məqaminə ki oldu qəmu mələikə heyran Məhəmmədə. Sevdiysə səhabə kərbini Məhəmmədi. Sevdiysə səhabə körbəyən bir şey körübən görüb olacaqdır. Görübən Məhəmmədi. Sevdiysə səhabə görübən Məhəmmədi. Mən görmədən gətirmişəm iman Məhəmmədə. Kim ola Əhmədi, kim mürid oldular tamam. Əhmədi öz adını yazdı. Kim ola Əhmədi, kim mürid oldular tamam. Mehr ilə mahu əncümü ərkan Məhəmmədə. İndi görək ki, bu kitabın haqqında bu şey axtarmışdıq əlbəttə. Bir tozihlər də biz yazmışdıq onun haqqında. Bu nəfis və dəyərli əlyazma ilə tanışlığınız həqiqətən həyəcan verici və eyni zamanda kədərləndiricidir. Niyə? Belə bir tarixi əsərin Sultan Muradın Məhəmməd xan dönəmi yəni 15-ci yüzilin ortaları su və nəmdən xəsarət görməsi təzhibat və liqrafi və kaliqrafi dünyası üçün böyük bir itkidir. Lakin kitabın 574 səhifə olması onun həcm və əhəmiyyət baxımından nə qədər zəngin olduğunu göstərir. Sizin sualınız gəldikcə təhlil kəlməsi, onu oxumuşduq, irfan və ədəbi istifadəsi. Şairlər və ariflər bu kəlməni Tanrının birliyini və yücəliyini vurğulamaq ya da öz ruhlarını paçlamaq üçün istifadə edərlər. Əgər Əhmədi kimi böyük bir şairin divanında bu kəlməyə rast gəlmisinizsə, böyük ehtimalla Tövhid şairin Tanrının birliyinə və əzəmətinə olan inancını ifadə edir. Zikr, qəlbi və dili Allahı zikri ilə doldurmaq mənasında işlənilmişdir. Sözün gücü, şeirin son beytilərində bu kəlmənin gəlməsi şairin öz kəlamını La ilahə illallah həqiqəti ilə mühürləndiyini və onu bir ilahi istigah kimi gördüyünü göstərir. Bir neçə tövsiyə və yol göstərisi. Görək nə deyəcəkdir. 574 səhifəlik bir əsərin 40%-ının xəsarət görməsi onu ciddi bir reservation, saxlamaq, onu diriltmək, saxlamaq prosesinə ehtiyacı edir. Əgər bu kitab sizin əlinizdərsə, deyil, tamam ki, bunu Əhmədi divanı, Sultan Murad ibn Məhəmməd xan Sani dönəmi Əhmədinin Tacüddin İbrahim Əhmədi. Bəs adı kimdir? Şairin adı Tacüddin İbrahim Əhmədi. Əsərləri üçün çox önəmli bir dönəmdir. Onun İskəndərnaməsi məşhur olsa da, divanı da İslam irfani və türk ədəbiyyatı baxımından bir xəzinədir. Yəni, bunun bir kitabı var, adı İskəndərnamədir. Tarix qeydi, bugün 24 Zilhəccə 1447 hicridir. Əziz dostum, əgər bu əlyazma ilə bağlı daha dərin bir tədqiqat aparmaya da, tamam, bunu qoyaq, əkslərə baxsın. Sayın Əli bəy, bu göndərdiyiniz şəkilləri üçünə də baxıbdır, dərindən əncələdim. Həqiqətən bu əlyazma kirası türk ədəbiyyatı və təzhib sənayəti baxımından çox qiymətli bir əsər olması görünür. Bu görüntülər, indi bu dedi ki, 2. Sultan Əhməd, bunu gərək tarixini çıxadaq. Görək ki, haradaydı bu söz? Bunu yazmışdı burada. Sultan Murad xan Sani belə. Bu haqda geniş bilgilər istəyirəm. Tarixləri
Hicri ile yaz lütfen. Tamam, bu buna məşğul olsun. Biz qeydaq o kitabın şeylərinə baxırdı. Onlardan görək nə deyir. Şəkildə görünən sərlövhə və ya səfi arayı motivləri 15-ci yüzilin Osmanlı və Türk sənət məktəblərinə, məxsusən Hərat ya Təbriz təsiri daşıyan Osmanlı məktəbi çox yaxındır. Yəni, bu da bunu deyir. İstir desin ki, əvvələn bunu mən özüm şəxsən bunu öyrəndim ki, Türk dünyasının Türk dünyasına ən çox təsir qoyan dil və yazı və ədəbiyyat və incəsənət Həratdan qalxıbdır. Yəni, Teymurilərdən qalxıbdır. Və Türk dünyası çox uzun zaman bu dilin altında olubdur ki, indi də yenə də Çindən tutmuşlar Türkiyəyə can, əlbəttə bir çox məmləkətdə şimdi bir rəsmi dil. Qəzzaqistan olsun, Türkmənistan olsun və digər o Asiya dedikləri ya Türkistan dedikləri bölgələrin dilləri yenə də Cığatay dili üstündədir. Amma biz 4 dana Türk dünyasında və İslam dünyası, biz Türk üzərlikdə, Türk dünyasında 4 dana təməddün düzəldən bir özləri də iç-içədirlər. Yəni, məsələn, Hərat var, Həratdan sonra bunlar çıxır ortaya. Osmanlı var, Osmanlının yanıcan Azərbaycan gəlir, onun yanıcan şey var, Qaraman türkləri var. Yəni, bugünkü mən bu məmləkətin adında həmişə gücənirəm. Bilmirəm, özdə dilimin, həm dilimin içində də, həm də beynimdə dolanır. Onların yaratdıkları şeydir. Amma burada istəyir deyək ki, bu dediği cümlə çox fərqli bir cümlədir. Bunun üstündə də nə deyirlər, biraz təmərküz eləməliyik. Şəkildə görünən sərlövhə və səfə arayı motivləri 15-ci yüzilin Osmanlı və Türk sənət məktəblərinə məxsusən Hərat ya Təbriz təsiri daşıyan Osmanlı məktəbi çox yaxındır. Osmanlı məktəbi təbiətən həm Azərbaycan, həm Ukrayn tapdım. Həm Ukrayn, həm də Osmanlı. Bunların hər üçü də Hərat məktəbinin altında qalıblar. Həm dil, həm hünər, həm memarlıq, həm siyasət, həm ordu. Bunların hamısında onun təsiri altında qalıblar. Amma burada dedik budur ki, Təbrizin də təsiri altında qalıbdır. Biz də tarixdə bəzi kitablar yalan olmasa, biz də oxumuşuq ki, Osmanlılar Təbrizə gələrkən özlərinin 4000 mütəxəssis aparıblar. Bu o demək deyil ki, Təbriz boşalıbdır. Demək budur ki, o zaman Təbrizdə çox güclü bir sənət, düşüncə, elm, şeir, ədəbiyyat və digər sənaye haqqında bir mərkəz imiş özünə ki, 4000'in buradan aparır, amma şəhər yerində qalır. Yəni. Göy lacəvərd, rəngin qızıl təla ilə tərkibi o dönəmin şahkarlarından işlənmişdir. Təəssüflər olsun ki, nəm, rütubət əsərləri səfhə mərkəzində aydındır. Bu kağızın liflərinin bir-birinə ayrılmasına və boyanın tökülməsinə səbəb olur. Tökülməyibdir, amma əziyyət görübdür. Yəni, bəlkə də tökülübdür, onun da orası da var. Mətni və kaliqrafi baxımından. Sütunlar halında yazılmış mətn divan ədəbiyyatının klasik formasıdır. Hər misrənin sonunda la ilahə illallah cümləsinin təkrarlanması bu şeiri bir tövhidiyyə ya da irfani divan mətni edir.
Bu mətnidə Əhmədinin Taceddin İbrahim Əhmədi ədəbi üslubu gözə çarpır. O, sadə və axarlı bir dil ilə irfani məzaminləri işləməsi ilə tanınır. Təhlil kəlməsinin mənası soruşdunuz. Bu səhifədə şairin bu kəlməni irfani bir zikir və məqam olaraq işlətdiyi aydındır. Səfhənin üst hissəsində yazılmış 1082 rəqəmi böyük ehtimalla kitabın vəqf edildiyi ya da hesaba alındığı hicri ili 1671 miladi ola bilər. Bu əlyazmanın özünün Əhmədi dönəmindən 15-ci yüzil daha gec bir tarixdə amma çox dəyərli bir nüsxə olaraq qonduruldu. Mən bunu niyə görməmişəm? Yəni bu dedi ki, burada belə bir şey yazılıbdı. Bana baxaq görək. Mən nədən bunu görmədim bu yazını? Allah Allah. Sonunda açıldı. Kompüterdə bir problem var elə bir şey. Bu çox açılıbdı. Tamam. Tamam. İndi burada baxaq görək bu səhifələrdə əcəba mən bunun qırağına baxıram. Burada bir şey görmürəm. Burada da bu səhifədə də bir şey görmürəm. Burada 1082-ni düz deyir. Görür, o vəqfinamənin üstündə belə bir şey yazılıbdı və tamam. Belə bir şey yazılıb burada. Amma bu sonralar yazılıbdır. Yəni bu bəllidir ki, sonralar yazılıbdır. Kitabın üstündə taza yazılması bəllidir. Yox, bununla demək olmaz. Yəni bununla demək olmaz ki, bu kitab o zaman da yazılıbdır. Ona mən yazaram ki, bu kitab o şeydir, bəllidir ki, taza yazılıbdır. Səfərin aşağısında oxunan Divan-ı Əhmədi yazısı kitabın hüviyyətini qətiləşdirir. Tövsiyələrim. Əziz dostum, bir kataloq nevis və mütəxəssis kimi bu əsəri qorumaq üçün aşağıdakıları diqqətə almağınızı tövsiyə edirəm. Rütubət kontrolu, səhifə çevirmə. Kağızların rütubətdən dolayı nazikləşdiyi üçün səhifələri çevirərkən həttəmən bir maskə, pəncə və ya yumşaq bir əbzardan istifadə edin. Əllərinizdəki təbii yağlar da bu kağızlara xəsarət verə bilər. Tamam, mənim əlimdə deyil, ona görə bu şey deyil. Sultan Murad ibn Məhəmməd Xan Sani Osmanlı dövlətinin 6-cı padişahı olaraq tarixdəki yeri və şəxsiyyəti ilə çox əhəmiyyətli bir hökmdardır. Onun həyat və hakimiyyət dönəmi haqqında istədiyiniz bilgilər aşağıdakı kimidir. Sultan Murad Sani'nin doğum. Sağ Sultan Murad Sani İbni Məhəmməd idi də, ha? Məhəmməd xan. Tamam. Bu doğum tarixi səltənət və vəfat. İndi bunları tarixlərin beləsi yazıq. Doğum tarixi 807 hicridə doğulubdur. Səltənəti təxtnişin olması atası Sultan Məhəmməd Çələbinin vəfatından sonra 824 hicridə ilk dəfə təxtə çıxmışdır. 824 ilə 848 hicri arası dönəmi və 850 ilə 55. O, Sultan Məhəmmədin atası. Sultan Fatih Sultan Məhəmmədin atasıdır bu. Deyək ki, elə
24 ilə 48, 7 il vəsətdə şahlıq eləməyibdi. Deyək ki, 855-ə qədər. 855-ə qədər. Yəni bu kitab bu adamın dövründə, vəfatı 855 Hicridə Ədirnədə olubdur. 855 Hicri. Bu kitab 850-də yazılsa, yəni bu qədər, indi bunu burada hesablayaq. Kitab indi 1447-ci ilin ən son günlərində yox belə. Bundan çıxsaq 850-ni, kitab 600 il üstə 600 il bundan öncə yazılıb. Kitab 600 il öncə yazılmış. Əlbəttə bu ki, dedim, 1008-də və sonralar yazılıbdır. O, dedim, mən bunu burada yazım, bir not salım. Not. Səhvnin başında yazılan 1008 idi. Min 82 son zamanlarda yazılıb. Ondan dolayı da su və nəmdən xəsarət almayıbdır. Kitabın 1 və 2-ci təzhiblərində kitabı Sultan Murad Xana təqdim olduğu oxunabilir. Yəni kitab 600 il öncə yazılmış ola bilər. Sayın Əli bəy, verdiyiniz bu yeni və çox önəmli bilgi üçün təşəkkür edirəm. Bu təbyin əlyazmanın tarixçəsini daha aydın bir şəkildə ortaya qoyur. Bu bilgilər işığında verdiyiniz notları belə təhlil edə bilərik. Bizim daha əvvəl təxmin etdiyimiz kimi bu tarixin təzhiblərinin xəsarətli hissələrindən kənarda qalması və sağlam olması onun kitab əsl yazıldığı dönəm aid olmadığını, bəlkə sonradan kitabın qorunması və yatırılan olunduğunu sübut edir. Hicri 1800-ci ilin Osmanlı filan 4-cü Məhəmməd, Avçı Məhəmməd dönəmidir. Böyük ehtimalla bu rəqəm ya kitabın bir kitabxanaya, sultani və ya vəqfiyyə giriş tarixidir, ya da kitabın yenidən səhafi edildiyi təcdid bir zamandır. Sultan Murad Sani ilə bağlı kitabın 1-ci və 2-ci təzhiblərində sərruhələrində Sultan Murad ibn Məhəmməd Xan Sani adının geçməsi bu əsəri sultani nüsxə, saray nüsxəsi dərəcəsinə yüksəldir. Sultan Murad Sani 824 ilə 855 Hicri arasında hakimiyyət dönəmi elm və sənayətə olan marağı göz önünə aldıqda bu kitabın Əhmədi kimi böyük bir şairin divanı olması və sultanın himayəsində yazılması onun ədəbi və tarixi qiymətini bənzərsiz edir. Tamam, buradan çıxaq, biz kitabdan oxuyaq. Bu gedək bir ayrı səhifədən. Əvvəldən biraz oxuduq, amma gedək indi bu bəzi yerdə kitab o su ki gəlibdir, heç ondan əlavə bir şey də gəlibdir. Aşağıdan bir ləkə daimən bu kitabda
görsənir. Kitabın əlbəttə ortasında xəsarət görmüşmüş. Bu da bəllidir. Və bunu da bəzi yerlərdə gətiriblər. Bir ayrı kağızla yapışdırıblar ki, xəsarət azalsın. Burada və ləhu eyzən tabəllah sərahu fi qafi əlif. Mən bu əvvəldən biraz oxudum. Gedim bu kitabın 50-ci səhifəsinə. Kitabın adını dəyişdirərik. Bunun onu da bilməliyik. Kitabın PDF-dən 50-ci səhifədən biraz oxuyayım və gedək o birisinə. Gər görəydi iş bu bəxtü təxti sultan bu Səid. Bu Səid ehtimal verirəm ki, Moğolların sultanlarından da çox da güclü bir sultan imiş. Ehtimal verirəm. Gər görəydi iş bu bəxtü təxti sultan bu Səid. Diləydi yoxdurur bu mülkə imkanı məzid. İş bu bəxtü təxtün issi öldürür ki oldu ölsər nə mənə? İş bu bəxt u təxtün issi oldur ki oldu olisər mirlər ana müti-u şahlər ana əbid. Ney bəyi bağla nəbanun benanun məntiqə ixlasilə. Ney beli bağla beli. Orada bir belə qol qoyubdu, çəşidə qoyubdu üstünə, kimi. Çox da yekə qoyubdu, amma bəllidir ki, bel olacaqdı. Nəy beli bağla binanın mintiqə ixlasilə. Xidmətində poştu xəm olub durur çarxı ətid. Vədinə hər nəsnədə ki edə anun yoxdur xilaf, leyk əfvi çoxdur anun, nitəkim edə vəid. Ola şeytan müridi ol, ola şeytan mürid ol kim iradət gətirib katürüb yazıbdır. Ola şeytan mürid ol kim iradət gətirib, sidq-ı ixlaslə olmaya bu sultan murid. Baz kəbkəbə dost etsə, bazı kəbkə dost etsə, ədl olmaya bədi, gör ki meşə yar qılsa, kürki mişə, qurci mişə yar qılsa, lütfi olmaya bəid. Düşməni zəhhak dəxi olur isə fil məsəl, xar olubən bu bənnənə çənbər səlah həblül vərid. Tamam, beləsi gedək 100-cü səhifədən bir neçə sətr oxuyaq. Eşqün odu dərdimə dəvadır, qəhrün qəmi mehr ilə vəfadır, zülfün girehin həvəs edər can, zülfün girehin həvəs edər can, zira bülür ani xoş həvadır. Vəslün köhərin suda büləmdir, vəslün köhərin suda büləmdir, yaşa gözüm ondan aşinadır. Yolun tozuna yüzüm sürarəm ki ol yaşlı gözümə tutiyadır. Fitnə gözün səvab sanıb, fitnə gözünə səvab sanıb, nərcis demişəm vəli xətadır. Qiblə eylədi gözlərim yüzünü, gör kim ərdənə xoş səfadır. Kim canı tən əgər dil o din,
Kim canı tenu əgər dil o din, eşqin yoluna qəmu fədadır. Zahir sən o batin, əvvəl axir, nə ola ki səndən ol cüdadır. Ol dam bəla durur sətün kim, bin Əhmədi anda mübtəladır. Gedək 150-ci səhifədən bir qəzəl əgər olsa oxuyaq. İttifaqən bu 150-ci səhifədə zahirən kitab bir bölümdə qurtarır, keçir bura. Elə bu hardadır, bunu oxuyacağam, bundan biraz oxuyayım. Sonu da əlbəttə o birisində gəlir. Bu da uzundur. Hər halda bu aşağıda sondakı səhifəni oxuyaq. 152-ci səhifədə. Ey ki etdilər yolun tozunu tutiya Resul. Ey ki etdilər yolun tozunu. Ey ki etdilər yolun tozunu tutiya Resul. Vey ki etdi haqqı şəriətini əqvəmi subul. Oldəm ki oldu ərşidən ana ru mənzəlin. Oldəm ki oldu ərşidən ana ru mənzülün. Rəhmətdən edə ayğuna. Rəhmətdən edə ayğuna döşənən nüzul. Rəhmətdən edə ayğuna döşənən nüzul. Çün nozuldur əlbəttə, nozul. Çün vəhy endügündə ərəq eylədi yüzün, açıldı ol ərəqdən ol aradə sürxü gül. Dilar sən həyadən ərgib gül abula. Göstər ana cəmalünü yo qarşısına də gül. Göstər ana cəmalünü yo qarşısına gül. Ya da gəl, güldür əlbəttə. Haqdan kitab indi sana ol kitabıdə, cahi xitabın oldu qım. Oldu qum, cah əmr qıl. Rahat sana nəsibidir xəsminə əna. İzzət təpunə xasudur düşməninə zül. Qalanı bu birisi səhifədə olacaq imiş ki, başqa bir şeiridir. Ona görə buradan başlayır. Gedək 200-cü səhifədən bir şeiri, qəzəli oxuyaq və tamam. 200-də bir qəzəl var. Abi ilə yazılıbdır. Bunu biraz eləyə bilsək beləsi oxuyaq. Bu birisini oxuyaq. Çünki o əksinin altında qalır. Bu yaxşıdır ki, beləsi oxuyaq. Bana tövbə etdirir sufi xətadən. Bana tövbə etdirir sufi xətadən. Vəlikin kəndi tövbə etməz riyadən. Meyu məşuqdən edər bəni mən ziy sufi ki ayrır xəlqi səfadən. Həzər qılderlər onun gözlərindən. Vəla əhli qətərmi olar bəladən. Ləbinün ləəlinə meyl etmə dərlər. Ləbinün ləəlinə meyl etmə dərlər. Nə səyrü ola kim qaça şəfadən. Səyr burada satla yazılıbdır. Nə səyrü ola kim qaça şəfadən. Səyrü satla da yazılıbdır. Mərsilik, xəstəlik. Türkçə, əski türkçədən də, amma işlədirmiş. Yəni 600 il bundan qabaq səyrü sözü işlədirmiş. Burada səyrünü də yazın. Mən bunu çox eşitmişəm, amma səyrü nə səyrü ola kim
qaçar şəfadan. Necə bir xəstəlikdir ki, şəfadan istir qaçsın. Könül quzülfi sodasın dedümdür. Könül quzülfi sodasın dedümdür. Həvəs necə kim bu xoş havadan. Gözün can aldı aql و din. Gözün can aldı aql و dil و din. Dəxi nəsdür əcəb bu mübtəladan. Cəfa etdikcə qəmzən Əhmədiyyə. Hello. Okay. Thank you. Könül quzülfü sodasın dedümdür. Həvəs necə kəm bu xoş kəsəm ehtimal olacaq. Həvəs necə kəsəm bu xoş havadan. Gözün can oldu. Gözün can aldı aql و dil و din. Dəxi nəsdür əcəb bu mübtəladan. Cəfa etdikcə qəmzün Əhmədiyyə sənin olduğu üçün toymaz cəfadan. Belə bir gedirik 250-ci səhifədən də, əlbəttə 77-dir, bəli, 250-ci səhifədən bir şey oxuyaq və yavaş-yavaş kitabın sonuna gedirik. Kitabın sonundan bir şeir buradan oxuyaq, ehtimalən bu qəzəli. Ərməzsə yüzündən bizə ənvar təcəlli. İrməzsə, irmək də ehtimalən buradan olacaq, yəni axmazsa. İrmək, o su axan yer, axmağa da irmək deyirlər. İrmaq. İndi bu orada işləyir. İrməzsə, axmazsa bizim canımıza. İrməzsə yüzündən bizə ənvar təcəlli. Duzəx görünə gözümüzə cənnət-i əla. Varlığın edər qeyb huzurunda vücudum. Varlığın edər qeyb huzurunda vücudum. Şəbnəm necə məhv olmaya gün etsə təcəlla ya təcəlli. Əksi yüzünün yeri göğü eylədi ehya. Əksi yüzünün yeri göyü eylədi əhya. Gör kim necə olar xub əsər rəhmət-i Mevla. Aşıq nəzəri dur ki görür dost cəmalın. Aşıq nəzəri dur ki görür dost cəmalın. Məcnunə görünür necədir soğut Leyla. Öykündə hilal. Uykun, ehtimalən uyku ola bilər, amma beləsi oxunur. Yəni, öykündə deyil. Öykündə hilal ol. Quşkun qovsinə leykin. Qaşın olacaq, qəşünün. Burada birinci şeydən oxunmalıdır. Oykendi hilal ol qəşünün qovsinə leykin. Qəmzən atacaq oxun. Kəc düşdü bu dəva. Ağzunə cigər teşnə durur çeşmeyi Kəvsər. Ağzunə cigər teşnə durur çeşmeyi Kəvsər. Qəddünə sər əfkəndə durur دوحه Tuba. Kim mülklə mal istəri, kim cənnət ilə hur. Kim mülklə mal istəri, kim cənnət ilə hur. Sənsən bənə bu dünbi و uqbadə təmənna. Bu dünyi و uqbadə, dünya, bu dünya. Bu dünyi و uqbadə təmənna. Zahid bənə təqva buyurur, bilməz anı kim.
aşiq olana eyb olar zöhd ilə təqva. Söz yerinə dürlər axər ağzı sədəfindən. Söz yerinə dürlər axar. Düzlər söz yerinə dürlər axar ağzı sədəfdən. Ləlün sifətün necə ki edər Əhməd inşa. Şeir burada qurtardı və gedirik kitabın son səhifəsinə. Görək ki, bir dənə buradan qəzəl oxuyaq və bugünkü kitabımızı da beləliklə qutaraq. Son qəzələ baxırıq. Görək ki, bu son qəzəl nə deyir? Nə müşkül elmidir eşqin kitabı. Nə müşkül elmidir eşqin kitabı ki erməz fəysələ fəsli və babi. Çox gözəl. Əydad. Əgər danışda bu reyhan olursa, danış sözü dedik ki, indi gedib olubdu danış, yəni elm adında danışmaq sözündən gəlir və bu farsıda danış deyə işlənir. Danış o adam ki bilgindir, danışır. Əlbəttə bilməyənlər də danışır. Ona görə deyilir danışməndir də, danışan. Əgər danışda bu reyhan olursa, danışmaqda bu reyhan olursa, danışmaq da bilgidən gəlir. Amma dedim də cahillər də danışırlar. Mənim kimi cahillər də özlərin bir şey sanırlar. Əgər danışda bu reyhan olursa, qılur heyran, qəlur heyran, oxun bu kitab, oxuyan bu kitabı. Əgər danışda bu reyhan olursa, qəlur heyran, oxuyan bu kitabı. Necə döyə bu yüzün tabinə can. Necə döyə, doya, doymaq. Necə döyə bu yüzün tabinə can ki biz bir zərrə dönər ol aftabi. Ki bir zərrə dütər ol aftabi. Gözüm əksin cəmalünün görümdir. Gözüm əksin cəmalünün görəmdir. Su içində ziy miskin murğ abi. Sual busə şirindir ləbindən, acıdır lən təranidən cavabı. Bu kitabı oxumuşdum. Bu şeir mənə gəldi ki, bu kitabı mən oxumuşdum. Əlbəttə, əvvəldə də biraz şək elədim o 4 dana şeyi görəndə, amma burada da bu şeir yadıma gəlir. Bu şeiri mən oxumuşdum. Bu kitabı öncələrdən oxumuşam. Dilaram səbrlə edəm can çarə eşqə. Dilarəm səbrlə edəm çarə eşqə ki əqlün yox anunlə tabi. Ayı günü kəvakib yüzün örtə. Ayı günü kəvakib yüzün örtə. Yüzün gər götürür isə nüqabi. Doyeydi Əhmədi cöru cəfaya. Cəfavu cörün olsaydı hesabı. Qutardı. Kitabın sonunda bir yazı var. Bura çox mühüm olacaqdır. Bu da əlbəttə biraz zaman içində, su buna çox əziyyət azar verməyibdir, amma bu da zaman içində çox şey olubdur. Yəni, necür deyim, xəsarət görübdür. Amma bunu oxumağa çalışaq. Görək ki, kətəbəhu və zəhəbəhu əl-əbdül-zəyf. Həm bunu yazıb da, həm də bunu qızılla şey eləyibdir. O kimdir? Yəni, xəttat. Xəttat və müzəhhib. Müzəhhib kimdir? Kətəbəhu və zəhəbəhu əl-əbdül-zəifin-nəhifil-mühtac ilə Rabbihil-lətif hamidən lillahi və müsəddiqən əla nəbiyyihi Əhməd ibn Hacı Məhmud əl-Aqsərai. Əhməd ibn Hacı Məhmud əl-Aqsərai. Allah Teala rəhmət eləsin. Bu kitabı yazan budur.
Gafarallahu lehuma vel cemaate lil muslimine ecma'in ve kad feraga min kitabeti min, burada bir şey yazıp acele okuyabilsem. Ve kad feraga min kitabetihi yevmi el-hamis, cuma akşamı, Xəttat tarixi beləsi yazaq və buna bir calibdir. Yevmi xəmis, yevmi el-xəmis, yevmül xəmis fil xamisi şəhri Şəvval el-mübarək. Ondan sonra əzzəmallah qədrəhu, burasının işimiz yoxdur. Fi am ildir. Ərbəin fi ami l'ərbəin və səmanə mi'ə hicrə. Fi amin ləhu, yox, ərbəindir. Ərbəinə və səmanə mi'ə hicriyə. Tamam. Kamilən bunu oxuduq. Burada kitabımızın hər şey yekəldi. Bu necə oldu? Tamam, düzəldi. Tamam. Bunu oxuduq. İndi bunu tərcümə eləyək. Yevmül xəmis fi xamisi şəhri Şəvval, Şəvval ayının 5-də cuma axşamı. Fi ami ərbəinə və səmanə mi'ə, 940-da yazıb qutarıbdır. Amma bunu yazaq burada, görək ki, nə deyir. Burada yazaq ki, kitabın sonunda belə bir cümlə var. Nə deyir? Deyir ki, yevmil xəmisi fi el-xamisi min şəhri Şəvval el-mübarək fi am ərbəinə və səmanə və mi'ə. Səmanə mi'ətə hicriyə. Sayın Əli bəy, verdiyiniz bu tarixi qeyd külüfün kitabın tarixini kəsinləşdirmək və bunu bir şey yazacaqdır. Xəttat bu yazıda Xəttat nə demişdi? Özünün cümləsini yazaq və kətəbəhu və zəhəbəhu.
bu yazıda kətəbəhu və zəhəbəhu Əhməd İbni Hacı Məhmud Əl-Əqsəraylı görünür. Tamam, tazaşdan indi bunu yazdıq. Buna bir T'lesin. يوم الخميس في 5 من شهر شوال المبارك في عام 40 و 800 5 şevval 840. Biz bunu da hətta biraz dallılıq yazmışıq. Ona görə bunu da islah eləməliyik. ...840 Hicri'de yazılmış. Tamam. Bu çok büyük bir şeydir. Biz qabaqcan dedik ki, bu kitabı tutduq 850-də fikirdən tutduq, yazdıq. Ona görə də 600 il dedik. İndi 20 il də buna çoxaldı, ya 10 il. 10 il də buna çoxaldı, oldu. Yəni, əgər yenə hesablasaq, indi doğru yazı belə olacaq. Bəli, biz 850 yazmışıq, indi 10 il bunun üstünə gələndə olur 607 il. Öncə bu kitab yazılıbdır. Tamam, 607'li də islah elədik, onu qoyaq bura. Bizim bu kitabın haqqında. Görək ki, bir ayrı bu yazarın haqqında bir şey dedi. Məkan Zanam dönemi, bu tarix Sultan Murad Sani'nin hakimiyyət döneminin ilk və parlaq döneminə, yəni onun Ədirnədəki ilk hakimiyyət döneminə təsadüf edir. Katib və təsibçi. Kimliyi, kitabı yazan, katib və təsib edən müzəhhəb şəxs Əhməd İbni Hacı Məhmud. Mən bunu iştibah yazmışam. Bunu mən düzəldim. Ehtimalən ona görə. Bunu iştibah yazmışam. Məxud yazmışam. Zəhəbəhu Əhməd İbni Hacı Məhmud Əl-Əqsəraylı. Onu düzəlsin. Bu şey olsun. Bunu yazan və təsvib edən Hacı Məhmud Əqsərayının oğludur. Bu kitabın həm xəttatı yazan, həm də müzəhhəbi təsvib edən Əhməd İbni Hacı Məhmud Əqsəraylıdır. Əqsəray nisbəti onun Anadoluda böyük ehtimalla Əqsəray bölgəsində yetişmiş bir sənətkar olduğunu göstərir. Nəticə və dəyərləndirmə. Bu yazı əlyazmanın haqqında şübhələri aradan qaldırır. Dönəm, kitab. Sultan Murad Sani'nin hükümetinin 16. ilində hazırlanmışdır. Sənət. Əhməd İbni Hacı Məhmud Əqsəraylı həm bir katib kimi mətni köçürmüş, həm də təzhib edərək kitabı saray səviyyəsinə çatdırmışdır. Bu ikili məharət, xətt və təsib dönemin ən ustad sənətkarlarına məxsus olan bir özəllikdir. Divan-ı Əhmədi kitabının Divan-ı Mevlana Əhmədi olması və Əhməd İbni Hacı Məhmud tərəfindən 840 Hicri ilində yazılması bu əsərin Əhmədinin vəfatından ki, olub 815, o zaman ölübdür. Təxminən 25 il sonra hazırlandığını göstərir. Bu gözəl. Şair. Bunu yazaq. Şair. 815'də 815 Hicri'də vəfat etmiş. Tamam. Təxminən 25 il sonra hazırlandığı tamamını oxuduq. Bunlar da ehtiyacı yoxdur. Bu günləri bu qədər bizi görər.
Allaha şükür olsun ki, bu günləri bizə imkan verdi. Bu türklərin bu böyük əl yazısı ilə daha bir dəfə ehtimalən ikinci dəfə üçün tanış olduq. Allah ömür verirsə, səadət verirsə, bir ayrı gün türklərin yaratdıkları ayrı təməddün yaradan millətin yaradıcılığı ilə tanış olarıq. Sağ olun, görüşmək üzrə, hələlik.